Üzgərmə əməliyyatında canlı yayım açan cərrahla bağlı araşdırma başlayıb. Bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Bu məsələ ilə bağlı məlumatlıyıq. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən hadisənin araşdırılması məqsədi ilə artıq işçi qrupu yaradılıb. Məsələ ciddi şəkildə araşdırılacaq və ehtiyac yarandığı halda plandan kənar yoxlamanın açılması barədə qərar qəbul ediləcək. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək deyə bildirilib. Qeyd edək ki, sosial mediada Tuana Estetik Center klinikasında Esmira adlı cərrahın üzgərmə əməliyyatı zamanı xəstənin dərisini əlində tutub canlı yayım açdığı haqda video görüntülər yayılıb. Esmira xanımdır, Azərbaycandır. Çox gözəl əməliyyatım keçdi, heç incinmədim da. Ağrıtmıram əsas sizi. Xeyr, heç ağrıtmadınız. O sizin qızıl əlləriniz dərk görməsin. Heç incinmədim. İndi də özümü yaxşı hiss edirəm. Gördüyünüz kimi əməliyyatımız yerlikə etməklə tam ağrısız, rahat şəkildə xanımımız özündə olan komplekslərdən azad olmaq üçün bizə müraciət edib. Çox sağ olun ki, orada nə çıxardırsınız? Təbii ki, burada əzələndə artırıq və dəriyə estetik dikiş atılır.